savaşı. Hədəf Azərbaycan. Ölkəmizin 44 günlük zəfər savaşında əldə etdiyi qələbədən sonra regionda silah səsləri səngisə də Azərbaycan ətrafında informasiya savaşı dayanmayıb. Daha dəqiq desək, mübarizənin forması dəyişib. Əvvəlki mərhələdə əsas təzyiq cəhdləri dırnaqarası humanitar böhran, təhlükəsizlik riskləri, blokada və başqa tezislər üzərində qurulurdsa, indi isə daha çox diqqət mədəni irsə, dini abidələri və insan hüquqlarına yönəldilir. Bunun səbəbi isə aydındır. Sülh istəməyən qüvvələr məhz həssas mövzular üzərindən Azərbaycana qarşı yeni təzyiq mexanizmləri formalaşdırmağa çalışır. Diqqət mərkəzinə Qarabağdakı dini və mədəni abidələrlə bağlı iddiaların gətirilməsi isə təsadüfi deyil. Həmin o təşkilatların bir çoxlarının uzun müddət anti-Azərbaycan mövqeyi və yaxud da ki, Avropada və dünyanın digər ayrı-ayrı regionlarında, ayrı-ayrı təsisatlarda fəaliyyət göstərmiş şəxslərin Azərbaycana qarşı olan mövqeləri açıq şəkildə erməni diaspora və lobby təşkilatları ilə bağlı olduqlarından görünür. Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Dini Azadlıqlar üzrə komissiyasının son hesabatı da ölkəmizin növbəti dəfə hədəf alınması baxımından diqqət çəkir. Hesabatda Azərbaycanla bağlı irəli sürülən ittihamların böyük hissəsi uzun müddətdir, erməni mənbələri və onlara yaxın platformalar tərəfindən dövrəyə buraxılan tezislərlə üst-üstə düşür. Erməni diaspora lobby təşkilatlarının biz Amerika Birləşmiş Ştatlarında, ayrı-ayrı deməli, ştatlarında və yaxud da ki, hətta konqresində, dövlət departamenti digər təsisatlarında da fəaliyyətdə olduqlarını və yaxud da ki, təsir imkanlarına sahib olduqlarını dəfələrlə şahid olmuşuq. Bu isə həmin məlumatların hansı mənbələr və hansı yanaşma əsasında formalaşdığı ilə bağlı suallara aydınlıq gətirir. İşğal dövründə Azərbaycanın mədəni və dini irsinə qarşı törədilən vandalizm faktlarının uzun illər beynəlxalq gündəmdə lazımi səviyyədə yer almaması Amerikalı qurumun səmimiliyinə dair şübhələri bir qədər də gücləndirir. Məscidlərin dağıdılması, şəhərlərin yaşanmaz hala gətirilməsi, qəbristanlıqların təhqir olunması və tarixi abidələrin məhv edilməsi ilə bağlı faktlar illərlə ya diqqətdən kənarda saxlanıldı, ya da kifayət qədər sərt reaksiya doğurmadı. Xristian təəssübkeşliyi prinsipləri üzərində hazırlanan həmin hesabatlar çox zaman həmin o cümlədən də erməni diasporasının, erməni lobby qruplarının çox fəal iştirakı ilə hazırlanır. Çünki biz artıq bu 30 ildən çox bir müddət ərzində, o müstəqillik dövründə biz dəfələrlə onun şahidi olmuşuq ki, Azərbaycanın bu və ya digər formada hüquqlarının pozulması heç bir zaman həmin hesabatlarda əks olunmur. Görünən odur ki, sülh prosesinin güclənməsi və regionda yeni əməkdaşlıq mərhələsinin başlaması bəzi qüvvələrin maraqlarına uyğun gəlmir. Çünki bir tərəfli və emosional yanaşmalar sülhə və etimad mühitinin formalaşmasına xidmət etmədiyi kimi, Azərbaycanın beynəlxalq imicini sarsıtmaq hesabına bölgədə əvvəlki təsir rıçaqlarını qorumağa gətirib çıxara bilər. Lakin bu planlar ölkəmizin getdikcə artan nüfuzu fonunda iflasa məhkumdur.